Görürsən, qardaşlar daim soruşur ki, əgər səfərdəsənsə, yəni müsafirsən və yerli cəmaat 4 rükətli namaz qılır imamla bir yerdə. Yəni, misal üçün, zöhr namazıdır, yerli cəmaat imamla bir yerdə başlayıb namaza. Və sən müsafirsən, səfərdəsən. Gəlirsən, yetişirsən axırıncı, 4-cü rükətə. Yəni, heç bir rükətə də çatmırsan. Bir rükətdən də az olan yerə yetişirsən. Misal üçün, 4-cü rükətin səcdəsinə. Bu zaman, yəni görürsən, daim soruşurlar ki, bu zaman imam salam verib qurtarandan sonra sən 2 rükət namaz qılırsan, 2 rükətlə kifayətlənirsən, yoxsa 4 rükət. Yəni, səfərdəsən deyə 2 rükətlə kifayətlənirsən, yoxsa imama qoşulduğun üçün vacibdir ki, 4 rükət qılasan. Və bu sualı daim soruşurlar və istədim yəni, açıqlama, izah verəm ki, ola bilsin Allah təbaraka və teala işlənlər üçün faydalı etsin. Yəni, sualı bir də izah edim, hətta tam aydın olsun deyə. Sən səfərdəsən, müsafirsən və yerli cəmaat 4 rükətli namaz qılır imamla bir yerdə və sən gəlib yetişirsən namazın axırıncı rükətinə, misal üçün səcdəsinə. Bu zaman imam 4-cü rükət olduğu üçün təşəhhüddən sonra, yəni salavatdan sonra, yəni tam namazı qurtarandan sonra salam verir, namazdan çıxır. Və sən bu zaman qalxıb müsafirsən deyə 2 rükət namaz qılmalısan, yoxsa imama tabi olmuşdun deyə imam çıxandan sonra sən qalxıb 4 rükət tamamlayırsan. Yəni, budur sual. Hansını edirsən? Və bu barədə alimlərin 2 məşhur görüşü var. Birinci görüş odur ki, əgər müsafir, yəni səfərdə olan imama, yerli cəmaatın imamına 4 rükətli namaza qoşularsa axırıncı rükətdə qalxıb 2 rükət qılmaqla kifayətlənir. Səfərdədir deyə qılır 2 rükət. Baxmayaraq ki, imama tabi olub. Yəni, imama yerli cəmaatın 4 rükətli qıldığı namaza tabi olub, onlar çıxıblar, lakin sən səfərdəsən deyə 2 rükət qılmaqla kifayətlənirsən. Və bu maliklərdə məşhurdur, həmsinin həmbəllərdən bir rivayətdir və Şeyxülislam İbn Teymiyyə rahimehullah bu rivayəti daha üstün sayıb. Bu görüşü daha üstün sayıb, yəni tərcih edib ki, bu görüşdür. Yəni, qalxıb 2 rükət qılıb kifayətlənirsən. Baxmayaraq ki, imamla bir yerdə qoşulmusan, yəni imam namazı qurtarmamış, hələm 4-cü rükətdə idi. Sən qoşuldun imama, imam salam verdi, qurtardı, sən qalxıb qılırsan 2 rükət, səfərdəsən deyə. Yəni, 4 rükət tam qılmırsan. Bu birinci görüşdür. İkinci görüş odur ki, ikinci görüş sahibləri deyiblər ki, müsafir əgər imama, yerli cəmaatın imamına, hətta 4-cü rükətdə, axırda qoşularsa, imam salam verib durandan sonra 4 rükət namaz qılır. 4 rükət namaz qılır. Yəni, bu da ikinci görüşdür və bu da hənəflərdə və şafilərdə daha məşhurdur. Lakin Allahu aləm, yəni racih olan görüş odur ki, Şeyxülislam İbn Teymiyyə tərcih etdiyi görüş daha üstündür inşallah. İxlasla.com saytı tərəfindən təqdim olundu.